Salam əziz müəllimlər, abituriyentlər və kanalımın izləyiciləri. Biz davam edirik Koderanın yenilənmiş test vəsaiti ilə 2.4-ün izahları ilə davam edək. Deməli, bizə nə verib? Verib ki, 35x-lıqda, 25x-lıqda, 62x-lıqda doğru olduğu say sisteminin əsasın. Bunu biz bu haqda danışmışıq. 0, 1, 10-luğa da gətirib yaza bilərik. Eyni zamanda onluqdan da əlavə sütunlu alt-alta yazmaqla da əsası müəyyən edə bilərik. X üstəgəl 25 x-lıqda bərabərdir 2. Deməli, burada nə verir? 5 üstünə 5, 10. Ondan nə çıxmışam ki, mənim çıxdığım hansı əsasdır ki, məndə 2 qalıb, yəni 2 qalıb, bir də yadımda. Çünki 5, o da 1, 6 imiş. Deməli, burada 8-dir. Deməli, mən əsasımı təyinlədim ki, artı x-ım 8-li idi. Yenə deyirəm, bunu yazmağın başqa yolu da. 3 vurulsun x üstəgəl 5, üstəgəl 2 vurulsun x üstəgəl 5 bərabərdir. 6 vurulsun x üstəgəl 2. Sadələşdirib də tapa bilərsiniz. Tənlik həll etməklə ən rahat və ən səmərəli yolu isə budur. Daha sonra yenə də sütunlu toplamadan istifadə edək. Alt-alta toplama 18 üstəgəl 78 bizə verib nəyi? 90 x-lıqda. Təbii ki, əsası müəyyən etmək üçün yenə cəmləmə əməlindən istifadə edirik. 8-in üstünə 8, 16. 16-dan demək 16-nı çıxıb 2. 0 yazıb 1 yadda, 7 üstə 1, 8, o da 1, 9. Demək, əsasımı müəyyən etdim. Yenə də eyni qaydana bunu da x üstəgəl 8, üstəgəl 7, x üstəgəl 8, bərabər 9x-ə sadələşdirirsiniz. Yəni də yaza bilərsiniz. Eyni zamanda davam edək 3-cü test nümunəmizlə. 3-cü test nümunəmizdə bizə nə deyir? Deyir ki, bunların doğru variantların qeyd edin. Bu 8 oldu, bu 16. Davam edək 3-cü test nümunəsinə. 55 x-lıqdadır. 55 x-lıqda. Bir tərəf x-lıqda, digər tərəf isə 10-luqdadır. 45 10-luqda. Burada artıq biz nə etməliyik? X-i tapmalıyıq. 0, 1. 5x üstəgəl 5 bərabərdir 45-ə. 5x bərabərdir 40-a. X bərabərdir 8-ə. Bizdən dedi ki, əsas nəyə bərabərdir? 8-ə, 8-lik say sistemində. Eyni zamanda 56 növbəti 4-cü test nümunəmizə baxaq. 56 x-lıqdadır, bərabərdir 46 10-luğa. Yenə 0, 1 nömrələsik. 5x üstəgəl 6 bərabərdir 46. 5x bərabərdir 40. X da bərabərdir 8-ə. Yenə də 8-lik say sistemi 4-cü tapşırığımızda da A variantı olmuş olur. Burada da 21x-lıqda 7 onluqda. Buna da baxaq. 5-ci test nümunəmizdə olacaq 2x üstəgəl 1 bərabərdir 7-yə. 2x bərabərdir 6-ya. X bərabərdir 3-ə. Bizə deyir ki, əsasını müəyyən edin. 5-ci test nümunəmizdə A variantı 3. Digər test nümunəmizdə burada olacaq 2x üstəgəl 2 bərabərdir 8-ə. 2x bərabərdir 6-ya. X bərabərdir 3-ə. Doğru variantımız 6-cı test nümunəsində də A variantı olmuş olacaq. Davam edək 16-cı test nümunəsinə. Yenə də x-lıqda doğru olduğu say sistemi. Yenə deyirəm, çox yaxşı qaydadır ki, biz bunu sütunlu alt-alta toplayaq. 65 x-lıqda üstəgəl 16 x-lıqda bərabərdir 81 x-lıqda. 6 üstə 5, 11, 1 yazıram. 1 yadda, 7 o da 1, 8, 10. Deməli, bu onluq say sistemində ödəyir. Burada baxırıq ki, 8, 8, 8-də ola bilməz. Deməli, 7 ola bilməz, 5-dən yuxarı ola bilməz, 6-dan yuxarı ola bilməz. Çünki 6-6-lıqda yoxdur. Deməli, doğru cavabımız olur, 10 olmuş olur. Daha sonra 17-ci test nümunəmizdə 35 x-lıqda üstəgəl 46 x-lıqda bərabərdir 81 x-lıqda. Bizə nə deyir? Doğru olduğu eyni tapşırıq deyilmi bu? Yox, eyni deyil. 11, 1 yazırıq, 1 yadda, 7 o da 1, 8. Burada da yenə 17-ci sual nümunəmizdə 17-də yenə B variantı olmuş olacaq. Çünki onluqda ödənir. Bunlar da yenə 5 ola bilməz. Ümumiyyətlə, heç bunu hesablamasaq belə, burada əgər 8 varsa, bu 8-də ola bilməz. 6 varsa 6-lıqda ola bilməz. 7, 8 var, 8 var etsə ola bilməz. Bunlar da çıxırdı. Yəni, burada
alınmış olurdu belə. Biraz buranı təmizləyək. Bir saniyə var, hətta nişanlayacağım. Aha, deməli, burada oldu. B, burada oldu B. Davam edək. 18-ci test nümunəmizdə nə deyir bizə? Deyir ki, 32 x-lıq çıxılsın 12 x-lıqda bərabərdir bizdə 24 8-likdə. X-in əsasını müəyyən edək. Bundan ötürü biz mütləq nə etməliyik? Bunu onluğa gətirmək məcburiyyətindəyik. Ümumiyyətlə, burada da eyni bu qayda keçərlidir. Amma burada x olsaydı yenə çıxma qaydasına istifadə edə bilərdik. Olacaq 3x üstəgəl 2 çıxılsın. Çıx olduğuna görə burada x üstəgəl 2 bərabərdir. 2 vurulsun 8, 16, 20. 20. Burada olacaq 3x üstəgəl 2 çıx x çıx 2 bərabərdir 20-yə. Çıxanda qalır 2x. 2-lər gedirsə 20, x də bərabərdir 10-a. Və bizim doğru cavabımız olacaq D variantı 10. Tənliyi həll etsək, buradan D-ni tapmış olduq. 19-cu test nümunəmizdə bizdən nə istəyir? Deyir, deməli, buradan qeyd edək. 1, 2, x-lıqda bərabərdir 2, 1, y-likdə. Bərabərliyə əsasən bizə deyir ki, x və y-i ən kiçik qiymətləri müəyyən edin. A variantına baxaq, A variantında. 2. Ümumiyyətlə, A variantı ola bilməz. Niyə? İkilik say sistemində 2 ola bilməz. Bu getdi. 2. İkilik say sistemində ola bilməz. Y variantı ikilik say sistemində ola bilməz. Burada bizdə 2 variant qalır. Demək, bunu neyinirik biz? Bunun asan qaydası belədir. Vurub açanda olur x plus 2 bərabərdir 2y plus 1-ə. Mənim x-imin ala biləcəyi qiymət, x-imin ala biləcəyi qiymət 2-dən böyük qiymətlərdir. Y-imin də ala biləcəyi qiymət 2-dən böyük qiymətlərdir. 2-dən böyük qiyməti yerinə qoysam, ən böyük qiymət. Çünki ən kiçik qiymət deyirsə, hələ ən birinci ala biləcəyi qiymətdən başlasıq. Mən x-ima 3 versəm, onda olacaq 3 üstəgəl 2 bərabərdir 2y plus 1-ə. Və bu tərəfə keçirsək 2y bərabərdir. Bu 3-dür təbii ki, biraz səliqəsiz düşdü. 5 çıxılsın, bu olur 4. Y də bərabərdir 2-yə. Y tapdım 2. Y-im 2. 3 qiymətində Y-im 2 qiymətini aldım. Ona görə də indi burada 2, indi burada düzgün olur. 2-dir. Düzdürmü? 2 vurulsun 2, 4, üstünə 1, 5. Həqiqətən də 3 üstəgəl 2, 5, bu da 5. Demək, elə mənim 19-da doğru cavabım, yox, əksinə 2 qiymətin. Burada yox, mən səhvlədim burada. Deməli, 2 qiymətində əks qiymətlə davam elədim mən burada. Əslində belə qoyanda y tapdım ki, 2. Y-im dedik ki, 2 qiyməti ala bilməz. Yəni ki, 2-dən böyük qiymət olmalıdır. Bu deyil. Onda biz x-a, bir saniyə, onda bunu silək. İkinci şərti verək. Bu hissə qalsın. İkinci, yerdə qalan variantın bir dənə D variantı olur. Onsuz da baxanda bilməliyik ki, bura 2 dəfə bundan böyüdürsə, deməli, bu tərəfdə kiçik qiymət olmalıydı. X-ima 5 qiyməti verim. Və yaxud da gəlin, bura 3 qiyməti verək. Bura 3 qiyməti verək. Onda nə olacaq? X plus 2 bərabərdir 6 plus 1, 7. X da bərabərdir 5-ə. Həqiqətən x-imi 5 tapdım. Amma bayağı y-imi nə tapmışdım? 2. 2 deməyə ala biləcəyim qiymət deyildi. Ona görə C variantı olmurdu. Doğru variantımız olur D variantı. Daha sonra cəmləmə əməli. Cəmləmə əməlidir. Bir də saniyə ekranı biraz təmizləyim. Demək, burada oldu D variantı, cəmləmə. 16-lıq say sistemində deyil, amma cəmi 10-luqda istəyir. Gəlin biz bunu 16-lıqda cəmləyib keçirdək. Deməli, 20-ci sualda AC 16-lıqda, üstə gələk BY 16-lıqda, C nədir? 12, 14. Oldu nə? 26. 16 çıxanda A bir yadda. 10, 11, 21, bu da 1, 22, 22-dən 16 çıxanda 6, 1.
Deməli, bunu biz indi 16-lıqdan 10-luğa keçirsək, olacaq 1 vurulsun 16-nın kvadratı, üstəgəl 6 vur 16, üstəgəl 10 bərabərdir. 16-nın kvadratı 256, üstəgəl 96. Neçə ilə bu? 2 yazırıq 1 yadda. 14, o da bir 15. Bir yadda 352. Bu da 10, 362. Doğru cevabımız 20'de olacak. C variantı 362. 52, bu da plus 10'u gəldim üzərinə təbii ki. Daha sonra hesablayın. Yenə də başqa-başqa say sistemindədir və ikilikdə istəyir bizdən nəticəni. Ona görə ikilikdə, gəlin bunu ikiliyə keçirdək, vuraq. Buradan qeyd edirəm 21-ci sualı. Deməli, 21-ci sualda biz 1, 2-ni 8-likdən, ikilikdə istəyir də bizdən, 8-likdən gəlin bunu keçirdək biz ikiliyə, alınacaq 1, 2 də nədir? 0, 1, 0. Düzdürmü ikilikdə? 3 ayırsıq, elə olur da. Bunu 101-ə vursaq, vurulsun 101, 0, 1, 0, 1. Olacaq 0, 0, 0, 0. Biri də vuranda olacaq 0, 1, 0, 1. Bunları cəmləsəm 0, 1, 0, 0 yazsam 1 yadda 1, 1. Deməli, daha sonra nə idi? 16-lıq say sistemində üstəgəl. 16-lıq say sistemində 12. 2, deməli 0, 0, 1, 0, 12-dir. Birim isə 1, əvvəlində də 0, 0, 0 ola bilər. Düzdürmü? Onda olacaq 0, 0 yazacağım 1 yadda, 1, 0, 0 yazacağım 1 yadda, 0 yazacağım 1 yadda, 1. Deməli, 1100 yanında. 1000-lə 1000 yanında 121-də də olacaq C variantı. Baxın, 1000 yanında da 100 birləşik halda. İstəsəz bunu hamısı onluğa da gətirə bilərsiniz. Yəni, bunların heç bir problemi yoxdur. Deməli, sonuncu ikilik say sistemində istəyir. Bunu da bizdən bir de saniye ekran bu listesinden temizleyek. Deməli. Sonucu burada bu səhifədə görünən testə baxaq. Burada nə deyir bizdə? Deməli, bizdə burada deyir ki, cəmi 16-lıq say sistemində verib. Gəlin 16-da əvvəlcə bunu cəmləyək. 22-ci test nümunəmiz 22. 16-lıda cəmləyək. Cəmimiz nədir? 7, 7-dir. Bir saniyə. 3'dür. 16'lıqda üstə gəlinsin. 2'dir. 9'dur. F'dir. F bilirik 15'dir. 15'in üstünə 3 gələndə 18. 18'dən 16 çıxırıq. Təbii ki, 16'lıq say sistemindədir. Bunu da qeyd edək. 18'dən 16 çıxırıq. 2 yazırıq 1 yadda. 7'nin üstə 9, 16, o da 1, 17. 17'dən 16 çıxır. 1, 1 yadda. 14, 16, o da 1, 17. 17'dən 1, 1 yadda. Deməli, bizə deyir ki, bu ədədi 16'lıqdadır. İkiliyə çevirin. Sonunda, baxın, sonunda nə olmalıdır burada? Y variantı düşmür. Ona görə bir atsa, biz bunu nə edə bilərik? Bir saniyə, mən karandaşı. Digər variantlar amma sürüşsə, yəni siz ona baxmayın da bir sözünə. Y variantı düşsün deyə. Mən bunu belə çəkdim aşağıya doğru. Hə. Deməli, biz burada baxırıq ki, alınan bizdə rəqəmimiz 1, 1, 1, 3 dənə 1-dir, 2-dir. 2 məndə 16-lıqda nədir? Sonu 1, 0 olmalıdır. Bax, bu A variantı çıxır, Y variantı çıxır, D variantı çıxır. Digər variantlar 10'dur. Düzdürmü? Baxın, gələk baxaq buradan. Bir saniyə, bunu bir də. Hə. Deməli, buradan baxsaq, bax, axır 10. 4 dənə rəqəm var, buradan 10. Düzdür, bu 2'ni verir mənə. Bu 2'dir. Sonra yanında yenə 10. Demək, bu da deyil. Doğru cavabım mənim olacaq burada 22'də C variantı. Niyə? Bax, bu 12'dir, düzdürmü? Burada bax, 3 dənə 0 sonra 1 olmalıdır. 3 dənə 0 sonra 1 olmalıdır. Bunu da qabağına 0, 0, 0 artıra bilərik. C variantı bizdə doğru variant olmuş olur.
Devam edək buradan. Bir də saniyə. Deməli, biz bunları bir də saniyə təmizləyək. Davam edirik bu səhifədən. Səhifəni biraz çəkirəm aşağıya doğru. 22-yə qədər yazdıq. 6-dan 6 bu səhifədədir. 22. Deməli 22 yazılıbsa buradan 7 davam etsək. Səhvləməmiz 13, 13. Yox, var burada bir neçəsi çəkərik aşağıya, heç olmaz. Deməli, biz davam edirik 7-ci test nümunəmizin izahına. 7-ci test nümunəsi də yenə bir tərəf x-lıq say sistemində, digəri onluqda. O zaman olacaq 3x üstəgəl 0 bərabərdir 12-yə, 3x bərabərdir 4-ə. Bizə deyir x əsasını müəyyən elə, 7-də olacaq A variantı. Yenə eyni test nümunəsidir. 8-ci testimizdə nə deyir? Deyir 34 x-lıqdadır, bərabərdir 25 onluqda. Vurub atsaq, olacaq 3x üstəgəl 4 bərabərdir 25-ə, 3x bərabərdir 21-ə, x bərabərdir 7-yə. Doğru cavabımız A variantı. Daha sonra deyir ki, hesablamanın doğru olduğu ən kiçik say sistemindəki ən böyük rəqəmli ədədi ikilik say sistemində göstərin. Əvvəlcə hesablamanın doğru olduğu say sistemini tapaq. 41x-lıqda üstəgəl 36x-lıqda bərabərdir 77 x-lıqda. Bunları sütunla da yaza bilərik. 77. Deməli, bunun ödənə bildiyi elə doğru olduğu ən kiçik say sistemi bu 8-lik say sistemində artıq doğrudur. 8-lik say sistemində ən böyük rəqəmli ədəd 8-likdə nədir? 7, 7. İkilik say sistemində nəyə bərabərdir? 6 dənə 1-ə. Deməli, doğru cavabımız olacaq B variantı. 9-cu sualda doğru cavabımız olacaq B variantı. Niyə? Bu bərabərliyi əslində baxın 7, 1-in üstünə 6 gələndə 7 edir. Bu onluqda da ödəyir, amma mən bilirəm ki, ən böyük əsasım 7-dirsə, demək bu 8-likdə də ödəyir. Buradan yola çıxa bilərik. Eyni zamanda növbəti bu 5-lik say sistemi 6-lıq 6-lıqda. Yenə 10-cu test nümunəmiz olacaq 2x üstəgəl 1 bərabərdir. 12 üstə 17. Düzdürmü? 2x bərabərdir 16, x də bərabərdir 8-ə. Demək, 10-cu sualımızda da olacaq A variantı. 11-ci sualımız yenə x-lıqdır. Doğru olduğu say sistemin əsasını müəyyən edək. Bayaq qeyd etdiyim məqamdır əslində. Sütunlu toplaya bilərsiniz. Məsələn, buradan yazıram elə bunu da. 19 x-lıqdadır. Üstünə gəlirik 77-ni x-lıqda. Verib bizə 90 və x-lıqda. 9-un üstünə 7, 16. Demək, 16-dan 16 çıxıb 0 yazıb 1 yadda 9. Deməli, doğru cavabımız 11-də A variantı olmuş olur. Yenə 12-ci suala baxaq. 12 də yenə sütunlu. Bu tipləri çalışın sütunlu yazın. Toplamaq, belə toplamağına. Daha rahat, daha vaxta qənaət etmiş olacaqsınız. 55 alınıb. 5, 5, 55. Elə bu x-lıq say sistemində. Bizə deyir ki, doğru olduğu say sisteminin əsasını, bir də ən kiçik. Demək, bu onluqda ödəyir, düzdürmü? Onluqda ödəyirsə, demək, mənim ən böyük elementim 5-dirsə, elə Y variantı, Y variantı 6-lıqda da ödəmiş olur. Çünki 6-lığın elementləri nədir? 0, 1, 2, 3, 4, 5. Yəni 5 varsa, deməli 6-lıq say sistemində, yəni ödeyə biləcək ən böyük rəqəm 6-lıq say sistemindədir. Bu tip suallarda isə nə edirik? Yaxşı olar ki, bir saniyə ekranı silim. Bir saniyə. 13-cü test nümunəmiz. Bir saniyə, bunu çəkir aşağıya doğru 12. Sona qədər izah edelim hissəni. Deməli, 12-ci test nümunəsi, daha sonra 13-cü test nümunəmizlə davam edək. Bir açıda belə böyüdək. Ekranda usta yerimiz yetəri qədər var. 13-də nə deyir? X-lıqdır, 16-lıq say sistemidir. Mən məcburam bunu mən onluq kimi yazmağa. Deməli, o zaman olacaq 3, deməli 13-cü sualdır da bu. Olacaq 3x üstəgəl 5, üstəgəl 2x üstəgəl 2 bərabərdir
16'ın kvadratı 256 üstünə 6 gələndə 262-yə 5x 262-dən 7 çıxanda 255 səhv eləmədimsə 255 bu da x də bərabərdir 15. Hı -hı. Yox 15 niyə? 51-dən 15. Mən də böldüm çıxın 15 əksinə. 255-i 5-ə böləndə 50, bu da 1. 51. Deməli bizə deyir ki, 13-cü sualda əsası neçədir də, yəni 51-lik say sistemində doğruymuş, böləndə tapdıq. Daha sonra 14-cü sualda x-lıqda doğru olduğu say sistemidir. 14-də yenə sütunla alt-alta yazmaq daha məqsədə uyğundur. 21 bizə verib 55 x-lıq say sistemində, təbii ki, hamısı x-lıqdadır bunlar. Doğru olduğu say sistemin əsasını müəyyən edin. Deməli, 6-dan yuxarı, 5-dən yuxarı ola bilməz. 7 təkcə deyil, 10 deyil, 5 də olur. Burada 6-dan yuxarı, yəni 6-lıq say sistemini bayaq qeyd elədik. Elementləri 4, 5. Deməli, bu 6-lıq say sistemini yuxarı hamısında ödəyir. Daha sonra 15-ci sual nümunəmizə baxaq. Demək, onluğa gətirib cəmləmək daha yaxşıdır, çünki 12 onluqdadır. O zaman CA 16-lıqdan nəyə bərabərdir? 12 vurulsun 16, üstə gəlinsin 10. Bu da bərabərdir. 12-yi 16-ya vursuq. 6, 72, 2, 1, 196. 196-ın da üstünə 10 gələndə 206. Buyur. Nəysə fəzdir. 10 niyə? 12. Bir saniyə burada. Hə, 206 bu edir. 206. Yəni bununla bitmir. 206 bizə deyir ki, nəysə fəzdir. Bir saniyə 10 gəlin bunun üstünə. 0. Bu 6. 0 yazır o bir yanında. 206. Bu 206 edir. 206'nın üzərinə burada 12 də var da. Burada deyir ki, CA 16-lıqda, üstəgəl 12 onluqda ifadəsindən belə bir variant yoxdur. 206-ın da üstünə 12 gələndə olacaq 8, 1, 218 doğru variant. 218-dən niyə yoxdur variantların içərisində? Yəni buna baxmalıyıq biz. Burada neysə yazdıq biz. 12. A, B, C 12 vurulsun 16. 7 2, 1, 196. 196 üstə gəl 10. 206. 206-ın da üstünə 12 gələndə bunu yəqin ki, düzəldərik. Mən yəni burada 218 tapıram. Bu yeni nəzərinizdə olsun. Əgər səhv sual olarsa, şərhlər bölməsinə qeyd edərsiniz. Mən də nəyəsə səhv diqqətsizlik etmədimsə, 12-yi 16-ya vuranda 196, üstünə 10 gələndə 206, düzdürmü? 206-ın da üstünə 12 gələndə 218 etmiş olur. Yəni, burada bir diqqətsizlik etmədiksə, yəni doğru cavab belə olmalıdır. Davam edək biz 23-cü test nümunəmizdə 22-yə qədər orada izah etmişik. 23-cü test nümunəmiz, bircə saniyə. Çox az test nümunəmiz var qalıb burada. Əslində. Burada nə deyir? Deməli, verilmiş hesablamanı 16-lıq say sistemində tapın. Biz bunları bir-bir 16-lığa çevirsək, biraz ekranda böyütmüşük. Deməli, olacaq 8, 4, 2, 1. 4-ü almayıb bir dənə 10, 11. Deməli, bu olur B. Digər hissəsi isə 7. Deməli, 7B 16-lıqda üstə gəl. Bunu indi 16-lığa çevirsək. Nə qədər? Bu olur 3. Bu olur 4. Bu olur 1. Deməli, bunu buradan siləyək. Yox. Olsun 1, 4, 3. Bunu cəmləyirik 16-lıqda. Ondan sonra bunu biz cəmə baxırıq. B 11, 3, 14. 14 olur Y. 11, B. Bir də qalır yerində. Olur 1, B, Y. 23-cü sualımızda
Doğru cavab A variantı olmuş olur. İstəsəz ikilidə də cəmləyib sonra keçə bilərdiniz. Elə də yaza bilərdik. Sizə belə də yaza bilərik. Yenə 16-lıqdır, yenə cəmləmədir. Bu olur 8, bu da olur A. Deməli, cəmləyərkən yazırıq A 8, 16-lıqda. Daha sonra bunu da ayıraq. 2, 4 bu hissə. Bu olur 5. Düzdürmü? 10, 10 bu hissə. Bu olur 1, 2, 5. Demək, 13, düzdürmü? 13, 10, 12, 13. 13 olur D, 16'lıqda. A'nın üstünə, onun üstünə 2, 12, 12 olur C, bir də qalır yerində. Doğru cavabımız olur 1, C, D. 24-cü sualımızda da doğru variant B variantı olmuş olur. Daha sonra 16'lıqda cəmləmədir. 25-ci test nümunəmiz 1A, B, üstəgəl 2C. 11, 12, 22, 16 çıxanda 6 yazırıq 1 yadda. 10, 12, o da 1, 13. 13 nə oldu? D. Bir də qalır yerində. Doğru cavabımız olur 1, D, 6. 1, D, 6. Niyə alınmadı? 11, 12. 23 illiyə bağışlayın. 7. Demək 23-dən 16 çıxanda 7. 1D burada C variantı olmuş olacaq 25-də. 26-cı sual nümunəmiz yenə cəmləmədir. Olacaq D 1Y üstəgəl 3AF. Cəmləsik 14, 15, 29. 29-dan 16 çıxanda 13. D yazacağım 1 yadda. 10, 11, bu da 1, 12, 12 olur C. D 13, 16 olacaq 0, 1. Deməli, doğru cavabımız olacaq A variantı 26-cı sualda. Daha sonra 27-ci sual nümunəmizdə izah tələb eləyəndə, həll tələb eləyəndə bir saniyə onda həllinə baxaq. Bu da yenə adi qaydada çevrilmədir. Orada fikir verməyin ki, burada n-dir və yaxud da n plus 1-dir. Onlar sizi çaşdırmasın qətiyyən. Deməli, birinci tərəfi vurub açsaq, yəni üzərini nömrələsək 0, 1, 2, yenə 0, 1, 2. Birinci tərəfdə nə olacaq? 1 vurulsun n üstü 2, üstəgəl 6 vurulsun n üstü 1 bərabərdir. 1 vurulsun n plus 1-in kvadratı, üstəgəl 3 vurulsun n plus 1, üstəgəl, üstü 1-dir təbii. 3 vurulsun n plus 1 üstü 0. Bunu sadələşdirsək, olacaq n kvadrat plus 6n bərabərdir. Burada necədir? Müxtəsər vurma düsturundan a plus b-nin kvadratını vurub açsaq, a kvadrat plus 2ab plus b kvadrat. Düzdürmü? İndi buradan davam eləsək, olacaq n kvadrat plus 2n plus 1. Üstəgəl, vurub açsaq paylama qanunu ilə 3n plus 3. Üstəgəl, sıfırıncı qüvvət həmişə 1-dir. Bu da olur 3. Burada n kvadrat gedir. Qalır burada nə? 6-dan bu tərəfə keçsə, qalır n bərabərdir. Bir saniyə, n bərabərdir. Burada sadəcə 7 qalır. 3, 3, bu da 1, 7. N bərabərdir 7. Bizə deyir ki, n-i. N-i müəyyən edin. N də olur. Y variantı 7 olmuş olur. Deməli, çalışdım. 2.4-ün də izahların sizin diqqətinizə çatdırım. Növbəti video izahımız 2.5-in izahları ilə davam edəcək. Nə aydın olmasa, şərhlər bölməsinə mütləq qeyd edin. Orada bir sualın cavabında 218 çıxmağa mütləq diqqətimi çəkdi. O suala bir də dərsdən sonra baxaram. Siz də əgər hansısa diqqətsizlik edərəmsə və yaxud da videoda sizə anlaşılır olmayan nə isə olarsa, mütləq şərhlərə qeyd edin. Növbəti video izahda görüşənədək. Çox sağ olun.